Vaxtınız xeyir olsun, əziz müəllimlər, valideynlər və şagirdlər. Tədris dili üzrə sualları izah edib bitirdik. A variantı üzrə. İndi isə riyaziyyat suallarını test edirik. Gəlin diqqətlə baxaq, qiymətləndirək. Obyektiv şəkildə sualları oxuyaq. Tədrisə uyğunluğunu qiymətləndirək. Başlayaq. Deməli, birinci sualımız bağça deyir ki, hissəyə ayrılmışdır. Birinci hissədə hər sırada 24 ağac olmaqla 15 sıra. İkinci hissədə hər sırada 11 ağac olmaqla 30 sıra var. Və bağçada cəmi neçə ağac var? Normal bir sualda dərslikdə verilən keçdiyimiz suallara uyğunluğu var. Bu məsələni həll etmək üçün 24 ağac olmaqla 15 sıra varsa 24-ü vururuq 15-ə. O da bərabər olur. Yazaq 24 vurulsun 15. O da bərabərdir 360. İkinci hissədə hər sırada 11 ağac olmaqla 30 sıra varsa 11-i vururuq 30-a. O da bərabər olur dostlar 330-a. Sonra deyib bağda neçə ağac var? 360. Üstə gəlsin 330. O da bərabərdir 690. Deməli dostlar, bağda 690 ağac var cəmi. Sonra deyir ki, bir ədədi 3 dəfə artırıb, üzərinə 5 əlavə etdikdə 20 alınır. Bu ədəd neçədir? Asanlıq dərəcəsinə görə asan sualdır. Deməli, belə yaza bilərik. Baxın, bir ədəddir. Bu ədədin neçə olduğunu bilmirəm. Bu ədədi 3 dəfə artırıblarsa 3-ə vurublar. Yeni bir ədəd alıblar. Sonra üzərinə 5 əlavə ediblər və nəticədə 20 alıblar. Sondan əvvələ qayıtmaqla məsələ həlli tipində sualdır. Baxaq, keçdiyimiz, öyrəndiyimiz tipdir. Nə edirik? 20-dən biz əksinə 5 çıxacaq. Qalacaq 15. Əksinə qayıdırıq, vurmadısa bölməklə. Bölünsün 3. 3 yaza bilmədim. Bir dəqiqə 3. 15 3-ə bölünür 5. Həqiqətən də 5-i 3-ə vursan 15. 15-in üstünə 5 gəlsəm necə 20. Müəllim, mən bu qaydanı bilmirdim. Necə həll edə bilərdim bu məsələni? Ədədi qoy yerinə. Demir, hər hansısa bir ədədi 3 dəfə artırıb 5 alır. Məsələn, 15-i 3-ə vurub 5 gəlib 20 ala bilərsən? Xeyr. 10-u 3-ə vursan 30 eləyər, 5 əlavə etsin 35 olmaz. 12-ni 3-ə vursan 20-dən böyük ədəd alınır. Yeganə uyğun cavab D variantıdır. Yəni, 25-ci sualda doğru cavabımız olur. 25-dən də 32-ci sualda üzr istəyirəm. Doğru cavabımız olur D variantı. Keçirik 33-cü suala. Deyir ki, birinci bağlamada 3, digərində isə bundan 2 dəfə çox paket var. Elə bil ki, bir bağlama var, bunun içində 3. Digər bağlamada isə bundan 2 dəfə çox. Bundan 2 dəfə çox. O demək ki, burada 3-dürsə, sayı. Bunu 2-yə vurursan, bunu tapırsan ki, məsələn 6 dənədir. 1, 2, 3, 4, 5, 6 bağlama var. Aydındır. Sonra deyir ki, bir yağ paketinin kütləsi 200 qram olarsa, yəni bir dənəsi 200 qram olarsa, 2 bağlamada cəmi neçə qram yağ olar? Deməli, dostlar, məsələnin həllinə uyğun ifadə. Baxın, burada ən çox uşaqlar harada səhv etmişlər, əksəriyyət D variantını götürməyə çalışmışdı. Amma baxın, siz burada 3-ü 2-yə vurub, sonra bax bu 3-ü 200-ə vurmalısan, bunları toplamalısan. Bu isə sən düzgün cavabı aparmaz. Niyə aparmaz? Belə olduğu halda, sən nə bil ki, belə düşünürsən də məntiqlə. 3 bağlama var, hərəsi 2 qramdır. 3 bağlama var, hərəsi 200 qramdır. Sən bunu hesablamış olursan. Amma sən 3 bağlamanı 1 götürürsən, 3 vurulsun 2 bağlamanı, yəni 6 bağlamanı 1 götürürsən, bunların cəmini tapıb 200 qramdan hesablayırsan ki, görək bizim neçə dənə bağlamamız olar. Və yaxud neçə qram bağlamamız olar, neçə qram yağımız olar. 2 bağlamada neçə qram yağımız olar, bunu tapırıq. Baxın, ümumi sayı neçədir? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Və sən uyğun olaraq, baxın, 2-ni 3-ə vursan 6, 6-nın üstünə 3 gəlsən 9, 9-u 200-ə vurmalısan. Davam edək 34-cü sualla. 34-cü sual bizim keçdiyimiz mövzulara uyğun olaraq hazırlanmışdır. Hansı ki, biz keçmişik bunu 360 dərəcə bucaq anlayışının tapılması və hər zaman da qeyd etmişik ki, çevrə üzrə 360 dərəcədir.
və 360 dərəcənin rənglənmiş hissə dairənin 5də 1 hissəsidirsə, element neçə dərəcədir? Bu cavab. Deməli, 360-ın uyğun olaraq 5də 1 hissəsini tapırıq. 360-ı bölürük 5-ə, vururuq 1-ə. O da bərabər olur 72 dərəcəyə. Cavabımız olur A variantı 34-də. Davam edirik. 35-ci suala baxırıq. Bu biraz daha çətinliyi artırılmış sualdır. Dərslikdə biz bu tipdə suallar izah etmirik. Burada uşaq daha çox, buna oxşar, eyni bunun tipində sual yoxdur dərslikdə. Amma ki, biz çevrə, dairə anlayışını keçmişik, radius, diametr anlayışını öyrənmişik. Buradakı biliklərdən çıxış edərək şagird bu suala cavab tapmalıdır. Özünün artıq məntiqi düşüncəsi olmalıdır ki, bu suala cavab tapa bilsin. Və ən əsaslı radius anlayışını, diametr anlayışı uşaq tam başa düşmüş olmalıdır bu suala cavab verə bilmək üçün. Və üstə gəldə yanlışı soruşur, 2 qat diqqətli olmalıdır artıq burada. İndi baxaq. Deyir ki, dostlar, baxın, indi cavablarla biz gedəcəyik. Sualı oxuyanlar əminəm ki, heç başa düşməyiblər. Şəkildə də baxırlar, heç nə başa düşməyiblər. Hanı ədəd, hanı radius, hanı diametr, onu axtarıblar. Amma necə bir sualdır? İndi baxırıq. Baxın, deyir AC. Baxın, AC haradır? A-dan C-yə. A-dan C-yə qədər olan düz xət nədir? Diametrdir. Düzdürmü? 2 vurulsun DE-yə bərabər. Baxın, DE buradır. DE nədir? Radiusdur. Düzdürmü? Bax, məntiq olaraq düşünürəm. Bu diametrdir AC. Bu da radiusdur. Diametr 2 vurulsun radiusa bərabərdirmi? Bərabərdir. Biz bunu keçmişik. Bu doğrudur. Bu şəkildə keçməmişik. Biz daha asan formada keçmişik. Yenə deyirəm, uşaq burada öz məntiqi düşüncəsindən çıxış edib bu sualın cavabını tapmalıdır. Bu tipdə sual yoxdur vəsaitlərdə. Bəlkə də hansındasa var, kimsə çəkib atar. Mənim işlətdiyim əksəriyyət bir çox vəsaitlə işləyirəm. Onlarda yoxdur, eynisi yoxdur yəni. Sonra AB bərabərdir. AB haradır? Baxın bura. Bu nədir? Bir radiusdur. CE-yə. Baxın, CE-yə. Bərabərdirmi? Baxın, A-dan B-yə qədər olan bir radiusdur. C-dan E-yə qədər olan diametrdir. Sual verirəm. Radius diametrə bərabərdir. Xeyr, bərabər deyil. Diametr 2 vurulsun radiusa bərabərdir. Davam edirik. AE-ni tapaq. Baxın, AE bərabərdir. 2 vurulsun BD-yə. Buradan D-yə, BD. 2 vurulsun. Bəli, baxın, A-dan E-yə qədər 2 dənə diametr var, düzdürmü? 2 dənə diametr var. B-dən D-yə qədər də diametr var. Baxın, 2 vurulsun diametrdir bu. Bu da 2 vurulsun diametr. Deməli, bu da bir-birinə bərabərdir. AE-yə baxırıq, dostlar. AE, baxın, buradan bura qədər olan məsafə. Burada 4, bax, AE nə deməkdir? AE bərabərdir, 4 vurulsun radius. Doğrudur. AE yazmadım. Dəqiq, qoy səliqəli yazdım. Baxın, AE bərabərdir, 4 vurulsun radius yazsa düzdür. AE bərabərdir, 2 vurulsun diametr yazsa, çünki 2 dənə diametr var. Bax, bir bu diametrdir, bir də bu diametrdir. İstənilən halda ölçüləri bərabərdirsə, deyir ki, eyni olan radiusları eyni olan BD mərkəzi çevrilir, şəkildə C mərkəzi çevrənin daxilinə çəkilmişdir. Buna görə aşağıdakılardan hansı yanlışdır? Yəni, baxın, AE-nin daxilində 2 dənə diametri var. İndi AE bərabərdir deyir, 4 vurulsun BC-yə. BC nədir? Radiusdur. Görürsünüz, radiusdur. Qəşəng göstərmədim, baxın, bu bir radiusdur. AE, yəni uşaqlar, AE, baxın, AE-ni görürsünüz, nədir? AE-nin tərkibində neçə dənə radius var? Radius olaraq götürürəm, 4 dənə. 4 vurulsun radius, baxın, AE-nin yeri 4 vurulsun radius yazıram, bərabərdir. 4 vurulsun, BC nədir? Radiusu. Deməli, bu da doğrudur. Amma yenə də deyirəm, çətinliyi artırılmış sualdır, asan sual deyil. 10 yaşlı bir uşaq olaraq düşünürəm. Yəni, uşaq bunu düşünə bilərmi bu qədər dərinliyə qədər? Olar, tək-tək uşaqlar düşünər. Yəni, cavablandıra bilər. Davam edək. 10.000 işlərə qədər yuvarlıqlaşdırdıqda 110.000 alanında tanısıq. Bəli, yuvarlıqlaşdırmanı keçmişik.
Bunu uşaqlara izah etmişik. Artıq bu sualı səhv yazmaq doğru deyil. Diqqətli olmaq lazımdır burada. İndi baxaq. Təqribi bərabərdir qoyuruq. Deməli, 10 minliklərə qədər təklik olunub, yüzlük, minlik, 10 minlik. Birin sağında 8 var. Ona görə də ədədimiz olacaq 120 min. Düzdürmü? Davam edək. Burada birin sağında 4 var. Ona görə də 1, 0, 4 də sıfırlanacaq və heç bir əlavə olmayacaq. 100 min olacaq. Burada təqribi bərabərdir qoyuruq. Deməli, birin sağında 5 var. 2-yə çevriləcək. Olacaq 120 min. Burada isə dostlar, baxın, 1-dən sonra 0 gəlir, amma 9 olduğu üçün biri vahid artırır. Ədədimiz olur 110 min. Cavabımız olur 36-dan D variantı. 37-ci suala baxırıq. Deyir, tənliyi həll edin. Adətən uşaqlar burada necə bir səhv edirlər? Cavabı alan kimi elə bilirlər, bəs ki, cavabı alıblar. Yəni, yanlış düşüncə gəlir onlara. İndi nə edəcəyik? Baxın, ilk öncə 360-ın üzərinə əlavə edəcəyik 540-ı. O da bərabər olur, dostlar, 900-ə. Artıq sənin misalın bu şəkildə olur. 8100 bölünsün 2 bərabər 900. X də bərabərdir. Məchul böləni tapmaq üçün 8100-ü bölürük 900-ə. Buradan da x bərabərdir. Dostlar, sıfırlar gedir, düzdürmü? 0, 0 getdi. 81 də 9-a bölünür, düşür 9. Həqiqətən də 8100-ü, baxın, 900-ə böləndə düşür 9. Cavab B variantı. Asan, normal sualdır, işləmə yollardır. Bu tipdən tənliklər biz dərslikdə çox işləmişik. Davam edək. Bircə dəqiqə. Bir yük maşını 3 saat ərzində müəyyən qədər yol getdi. Növbəti 3 saat ərzində maşının sürətini 2 dəfə artırdılar. Bu zaman yük maşınının getdiyi yol əvvəlki 3 saat ərzində getdiyi yolla müqayisədə necədir? Çətinliyi artırılmış sualdır. Dərslikdə bu tipdə və ya buna oxşar sual varmı? Xeyr, yoxdur. Deməli, biz sürət məsələlərini keçirik. 4-cü sinifin dərsliyindən daxildə sürət məsələləri öyrənirik. Hətta qarşılıqlı hərəkətdə öyrənirik. Qarşı-qarşıya sürət məsələləri də var. Orada tip, hətta əks istiqamətdə öyrənirik. Eyni istiqamətli hərəkətdə öyrənmişik. Amma birinə nəzərən ədəd verilmədən bu şəkildə ifadəni, yəni iş dəftərində, dərslikdə buna oxşar məsələ misal qarşılaşmamışıq. Yəni uşaqlar üçün bu yeni bir tipdir. Uşaq artıq burada necə bir çıxış yolu tapmalıdır. Baxın. Yəni baxaq. Deməli, 3 saat ərzində müəyyən yol getdi. Növbəti 3 saat ərzində yük maşınının sürətini 2 dəfə artırdılar. Sürət 2 dəfə artdı. Deyir ki, bu zaman yük maşının getdiyi yol əvvəlki 3 saat ərzində getdiyi yolla müqayisədə necədir? Mən müəllim olaraq deyirəm ki, hə, 2 dəfə də, əgər bu 3 dəfə artırıblarsa, 3 saat ərzində və ya 2 dəfə artırıblarsa, nə qədər artırıblarsa, yolla bərabər axı, belə deyək, biz yolu tapanda sürəti zamana vurduğumuz üçün, burada nə qədər artırdısa sürəti, uyğun olaraq yol da həmin qədər artacaq. 3 saat ərzində getdiyi yolla müqayisədə necədir? 2 dəfə çoxdur. Çünki burada yük maşınını 2 dəfə artırırlar. Sürət 2 dəfə artdısa, gedilən yolda 2 dəfə artdı. Amma mən bu tipdə sual dərslikdə, yəni şagirdlərə izah etməmişəm ki, sırf belə buna oxşar, buna bənzər suallar dərslikdə yoxdur. İş dəftərində yoxdur. Yəni baza olaraq və yaxud da hər hansısa bir işlədiyimiz əlavə testlərdə yoxdur. Yəni daha çox bu biraz daha çətinliyi artırılmış sualdır. Burada ancaq şagird məntiqlə yanaşa bilər bu sualı. Məntiqi düşünə bilər ki, belə oldu, bu artdı, bu da artdı və yaxud da ədəd qoya bilər yerinə ki, belə oldu, artdı, bu da artacaq. Cavab D variantdır. 39-a baxırıq dostlar. 39 keçdiyimiz, öyrəndiyimiz, dərslikdə çox qarşılaşdığımız bir sual tipidir. Şəkillər əsasən hansılar kör bucaqdır? Burada şagird bucaqları burada görməli, düzgün qiymətləndirməli, bucaq anlayışını bilməlidir. Baxırıq. Deməli, C, baxın, söhbət bu bucaqdan gedir. Bəlkə qırmızı ilə göstərim. Daha yaxşı görək deyə. Baxın, söhbət bu hissədən gedir. Diqqət edirsinizsə, düz bucaqdan kiçikdir. Düz bucaqdan kiçik bucaq, kör bucaq ola bilməz. Yəni, baxın, çox
qəşəng bir formada verilib. Düz bucağı açıq, tam bucaq, düz bucağı göstərib, düz bucaqdan kiçik olduğunu göstərib. Yəni şagirdə hər tərəfli kömək etməyə çalışır ki, burada bucağı müəyyən etsin. Təbii ki, bu kor bucaq yox, iti bucaqdır. Yaza bilmədim. Bir dəqiqə. C, B, A. A, B, C. Baxın bu olmaz. D variantı olmaz. Davam edək. L, M, N. Daha doğrusu M, N, L olsun. Baxın, söhbət belə bir bucaqdan gedir. Diqqət edirsinizsə, düz bucağa nəzərən, düz bucaqdan böyük bucaqdır. Deməli, kor bucaqdır. Biz buna uyğun cavablar götürürük. C variantı artıq yoxdur. Baxın, bu iki cavab arasındayıq. Baxırıq, baxın. X, Y, Z bucağı. Görürsünüz, düz bucaqdan kiçikdir. Deməli, bu da iti bucaqdır. İti bucaq olduğu üçün bu da olmaz. Cavabımız olacaq 39'da B variantı. Hansı ki biz bu tipdə suallar işləmişik. Dərslikdə də var buna oxşar suallar. Davam edək. Saat məsələsi. Bəli, saat məsələlərini öyrənmişik. Film saat 18:42'də başlayıb 90 dəqiqədən sonra qurtardı. Film qurtaranda saat neçə idi? 18:42'də başladı. 90 dəqiqədən sonra bitdi. Neyirdik? Üzərinə 90 dəqiqəni əlavə edirdik. 2, 13, 132, 18, saat 18, 132 ola bilməz. Çevirmə aparırdıq burada. 132'ni kənarda bölürük 60'a. O da düşəcək neçə dəfə? 2 dəfə, 120. Çıxdıq, qaldı 12. 2 saat 12 dəqiqə. Deməli, 132 saat, daha doğrusu dəqiqə, özür istəyirəm. 2 saat 12 dəqiqə deməkdir. 10 saat 18:42'nin üzərinə, daha doğrusu 10 saat 18'in üzərinə əlavə edirik. Bax, buradan çevirmə aparır. Saat olanlar keçir. Bu tərəfə saat olur 20. 12 dəqiqədə olaraq qalır. Deməli, saatımız olacaq 20, 12. Davam edirik dostlar. Növbəti sualın hesablayın. Sadə bir sualda keçdiyimiz mövzulara uyğun olaraq hazırlanmışdır. Deməli, 5,6 çıxılsın 2,3. 5,6 çıxılsın 2,3. 3, 3, 3,3. 3,3'ü yazaq. Üstə gəlinsin 1,2. 5, 4, 4,5. Cavabımız olacaq D variantı. Hesabladıq. Asan sualdır. Davam edək. Aşağıdakı bərabərlikdə sual işarəsinin yerində hansı ədəd olmalıdır? Kimsə deyir ki, müəllimə bunu işləyə bilmədim, çətindir, belə idi. Ədəd qoy yerinə. Bax, variantlarda var da. Variantları götür qoy yerinə. Gör hansı uyğun gəlir. Məsələn, 10'u qoyuram. 10'u 6'ya vurdum 60, 60'ın üstünə 9 gəldim. Olmaz. Deməli, 10 olmaz. Şifahidə hesablayıb tapmaq mümkün. 7'ni 6'ya vuraram 7, 7'ni 6'ya vuram 42, düzdürmü? 42'nin üzərinə də əlavə edirəm 9 olur 51. Cavabı tapdım. Sonra 54'ü 6'ya vurub böyük ədəd alıram, 48'i 6'ya vurub cavabı ala bilmərəm. Asan sualıdır. Davam edək. Dairə şəklindəki piroqu bərabər dilimləyərək hərəsinə bir dilim olmaqla bir neçə uşaq arasında böldülər. Hər uşağa düşən dilimin uyğun bucağının ölçüsü 60 dərəcə oldu. Piroq neçə uşaq arasında bölüşdürüldü. Deyir ki, diqqət edirsinizsə, artıq 3-cü sualda dairə haqqında düşür bizə. Çevrə dairə məsələsi 1-2 dərəcə ölçüləri. Baxın, 3-cü sualda dairədən düşür artıq. Aha, baxaq. Bərabər dilimlədilər. Hərəsinə bir dilim olmaqla bir neçə uşaq arasında böldülər. Hər uşağa bir dəqiqə, hardan qaldım? Hərəsinə bir dilim olmaq, bir neçə uşaq. Hər uşağa düşən dilimin uyğun bucağının ölçüsü 60 dərəcədir. Yəni 60 dərəcə. Baxın, bizim dərəcə ölçümüz tam, görürsünüz, çevrə 360 dərəcədir. 360 dərəcəni x sayda bölürəm, həriyə 60 düşür. Təlimimiz bu şəkildə olur. X də bərabərdir. Nə edirik? 360'ı bölürük 60'a. O da, buradan da sıfırlar gedir. X də bərabər olur. Yaza bilmədim. X də bərabər olur 6'ya. Cavab C variantı. 6 uşaq arasında bölüşdürüldü.
Davam edək dostlar. 44-cü sualın. Keçirik 17-ci səhifəyə. Piktoqramda bir mağazada bir gündə satılan meyvə şirələrinin sayı təsvir edilmişdir. Piktoqram, yəni asan tiplidir, keçmisiniz, aşağı siniflərdə də öyrənmisiniz. Amma 4-cü sinifdə hələ ki bu mövzuya çatmamışıq. Bir mağazada bir gündə satılan meyvə şirələrinin sayı təsvir edilmişdir. Buna görə həmin mağazada satılan alma şirələrinin sayı ananas şirələrinin sayından nə qədər çoxdur? Baxın, biri 6 dənə deyirsə, nə edik? Sayını 6-ya vurub, sayını müəyyənləyirdik. 1, 2, 3, 4. 4-ü 6-ya vururuq. Neçə eləyir dostlar? 24. Düzdürmü? Deməli, burada alma şirələrinin sayı 24-dür. Baxın, burada 1, 2-dir. 2 dənə 6, 12. Üstə gəlməsin, bir də bunun yarısı var. Yəni, 6 dənəsi yarısı da 3-dür. O da bərabərdir 15-ə. Sayı 15-dir. Sonra baxırıq, burada deməli 6 ədəd var, 6. Bir də üstə gəlinsin, bunun yarısı var, yəni 3 dənə. Bu da bərabər 9-a. Deməli, bizdən nəyi soruşurdu? Bizdən soruşurdu ki, həmin mağazada satılan alma şirələrinin sayı ananas şirələrinin sayından nə qədər çoxdur? Baxın, 24 buradadır. Alma şirələrinin sayı 24-dür. Ananas şirələrinin sayı isə 15-dir. 24-dən çıxırıq 15-i, cavabı qeyd edirik. O da bərabər olacaq 9-a. 9 ədəd çoxdur. Aşağıdakı kəsirlərdən biri digər üçünə bərabər deyil. Bu hansı kəsirdir? Baxın, bunların ya hamısını onluq kəsir çevirə bilərək, çevirək hamısını görək. Bax, A variantını verilən 0,3-dür. Bu isə 0,30-dur. Burada 0,3 təsvir olunub, bu da 0,3-dür. Deməli, baxın, bu ikisi elə eynidir. Burada isə 0,30 və %3 kəsiri var. Gəlin görək bunlardan. Baxın, biz öyrənmişdik ki, kəsirlərdə sonuncu sıfırı silmək olur da, düzdürmü? Ədədlərdə və yaxud sıfır əlavə edə bilərik. Baxın, görürsünüz, bu da A, B, B, C, D bir-birinə bərabər oldu artıq. Deməli, burada fərqlənən variant 45-ci sualdır. Olacaq A variantı ki, %3 bunlara bərabər deyil. Çətin sualdırmı? Xeyr. Dərsliyə uyğun idimi? Bəli, dərslikdə buna oxşar suallar biz çox işləmişik. Davam edək. Koordinat şəbəkəsində A nöqtəsindən başlayaraq yalnız sağa və yuxarı hərəkət etməklə hansı nöqtəyə getmək olmaz? A nöqtəsindən başlayaraq təkcə sağa gedə bilərəm. Baxın, D-yə gedirəm. Yuxarı getməklədir. Yuxarı gedirəm. Baxın, görürsünüz. Sonra və yaxud da deyəsən, buradan sola gedəcəksə, heç belə getməyək də. Buradan sağa getdik. Məsələn, baxın, buradan yuxarı getdik. Sonra baxın, məsəl üçün yuxarı gedə bilərəm. Sağa gedərəm və yaxud elə birbaşa getməyim də. Nə fərqi var ki, baxın, yuxarı qalxaram, sağa gedərəm, yuxarı qalxaram, C nöqtəsinə gedərəm. Amma E nöqtəsi aşağıdadır. Ona görə də sağa getməklə aşağı, istənilən halda aşağı düşməliyəm ki, mən E nöqtəsinə gedə bilim. Ona görə də E nöqtəsinə gedə bilmərik. İndi saat 13:15-dir. Saat 14:40 olana kimi saniyəni göstərən əqrəb neçə dəfə dövr edər? Baxaq. İndi saat, deməli, 13:15-dir. 14:40-dan birinci bunlar arasındakı fərqə baxaq. Çıxılsın 13:15. Deməli, dostlar, burada saatlar arasındakı fərqi tapırıq. Yəni, 40-dan çıxırıq 15-i. Bərabər olur 25 dəqiqə. Düzdürmü? 14-dən çıxdıq 13-ü, bərabər oldu 1 saat. 1 saat 25 dəqiqə. Aha, deməli, baxırıq. 1 saat 25 dəqiqə. Çeviririk bunu dəqiqəyə. 1 saatımız 60 dəqiqədir. Deməli, 1 saatımız 60 dəqiqə olduğu üçün 60 dəqiqənin üzərində 25 dəqiqə, o da bərabər olur 85 dəqiqəyə. Dostlar, saat əqrəbi, saniyə əqrəbi 1 dəqiqədə birdən dövr eləyir. Və 85 dəqiqədə neçədən dövr eləyər? Təbii ki, 85 dövr edir. Davam edək. Bir velosipedçi 3 saata 36 kilometr yol gedir.
Dərslikdə saat məsələləri var. Hər bir sualda yəni qeyd edirəm dərsliyə uyğunluğunu. Çünki bu çox müzakirə olunur, bilirəm. Yəni qınaq obyektinə çevrilmək istəmirəm düzü, amma yenə də müəllimə kimi fikrimi bildirirəm ki, yəni saat məsələləri var, amma əqrəblərin neçə dəfə dövr etdiyi haqqında, yəni biri deyir bu tipdə buna oxşar məsələlər dərslikdə yoxdur. Düzdür, saat, saniyə məsələlərini keçirik, amma neçə dəfə dövr edər, necə dövr edər, dövr məsələlərini yəni o qədər də geniş yoxdur. Yəni bu şəkildə yoxdur da, belə deyək. Burada müəyyən qədər şagird yenə məntiqi yanaşacaq, bu sualı tapa biləcək. Davam edək 48-ci suala baxaq. Bir velosipedçi 3 saata 36 km yol qət edir. Bəli. Bax, bunu keçmişik artıq. Burada sürət məsələləri, yəni geniş şəkildə uşaqlara izah olunur. Yenə də deyirəm, bayaq da qeyd etmişdim. Gəlin baxaq. Deyir ki, bir velosipedçi 3 saata 36 km yol qət edir. Gəlin buradan velosipedçinin sürətini tapaq. 36-nı bölə 3-ə. O da bərabər olacaq 12 km bölünsün saata. Deməli, bu velosipedçinin sürəti 12 km bölünsün saatdır. Sürəti bu velosipedçinin sürətindən 6 dəfə böyük olan motosikletçi. Artıq biz burada 12 km bölünsün saatı vururuq 6-ya ki, motosikletçinin sürətini tapaq. Çünki deyir ki, sürəti bu velosipedçinin sürətindən 6 dəfə böyük olan. 12-ni vurduq 6-ya. Bir dəqiqə. 6 dəfə böyük olan da bərabər oldu. 72 kilometr bölünsün 72, deməli kilometr bölünsün saata. Bu isə motosikletçinin sürətidir. 4 saata dilinə qədər yol gedər. Bunu tapmaq üçün 72-ni vururuq 4-ə. Bu da bərabər olacaq dostlar 288 kilometrə. Deməli, dəqiq yazaq burada 288 kilometr. Deməli, 4 saata nə qədər yol gedər? 288 kilometr yol gedər. Davam edirik 49-cu suala. Cədvəldə bir həftə ərzində geyim mağazasında satılan köynəklərin sayı verilmişdir. Diaqram, cədvəl. Sonra, deməli, bu məlumatı Samir xətti diaqramda, Aynur isə stimul diaqramı təsvirdə onların hansı bu məlumatı düzgün təsvir etdi? Deməli, məlumatlar buradadır. 5 köynək satılıb. Baxın, bazar ertəsi 5 köynək. Biraz daha bəlkə yaxınlaşdıraq. Dəqiqə. Deyir ki, kim hansını? Samir deyir xətti diaqramda, Aynur sütunun diaqramı təsvir edib. Aydındır. Davam edək. İndi baxaq. Bazar ertəsi 5-dir, görürsünüz. Sonra burada çərşənbə axşamı 4-dür, çərşənbə günü 4-dür. Sonra cümə axşamı 7-dir, düzdür. Burada biraz toran düşüb, indi baxarıq. Cümə günü 6-dan biraz daha aşağıdır sanki. Baxın, 6 məsələn belə gedirsə, 6-dan aşağıda artıq burada uyğunluq gözlərimin digərlərinə də baxaq. Şənbə günü 8. Bazar günü isə 7 göstərilir. Baxın, 7-nin nöqtəsinə. Burada əsas 6 uyğunluğu pozur. Baxın, bu hissə. Deməli, burada düzgün göstərilir. Digərinə baxaq. Bazar ertəsi. Deməli, bazar ertəsi 5. Baxın, uyğunluq. Çərşənbə axşamı 4. Sonra çərşənbə günü 4. Baxın, burada da cümə axşamı neçə idi? 7. 6-ya daha çox uyğun gəlir sanki. Baxın. Şənbə günü, cümə günü 6. Artıq cümə günü 6 deyil. Baxın, 7-yə uyğundur. Şənbə günü 8. Bazar günü var. Bazar günü neçə idi burada? 7-dir. Burada neçəyə uyğundur bazar günü? Xətt çəkməyə çalışacağım. Çünki burada ekranda bir qədər müəyyən etmək çətindir. 5-ə uyğundur. Bu da yanlışdır ümumiyyətlə. Hər ikisi yəni yanlış göstərib. Heç biri doğru göstərməyib. 50-ci suala baxırıq dostlar. Qeyd olunur ki, ələ aldığı kitabları 5 dəfə hər birini bərabər sayda olmaqla yığdı. Hər rəfdə 7 kitab oldu. Yəni, cəmi neçə kitab almışdı? Əlin aldığı kitabların sayını bilmirəm. 5-5 yığdı. Nəticədə 7. Hər rəfdə 7 kitab oldu. Dərsliyə uyğunluğu varmı? Bəli, var. Bu şəkildə misallar, məsələlər öyrənmişik. Xüsusilə tənlik qurmaqla məsələ həllinə aid ola bilər.
Davam edək. 94.947.371 ədədindəki 4 rəqəminin mərtəbə qiyməti aşağıdakılardan hansıdır? Asan sualdır. Bu sualın eynisi və ya oxşarı əvvəlkilərdə monitorinqdə istifadə olunub. Baxaq 4. Baxın 4 rəqəmi harda durub? İlk öncə ona baxaq. Deməli, təklik, onluq, yüzlük, minlik, 10 minlik mərtəbəsindədir. Burada biz 4-ün mərtəbə qiymətini tapmaq üçün onun durduğu mərtəbənin vahidinə vururuq. Deməli, 4 vurulsun 10 min bərabərdir 40 minə. Bu qayda olaraq yoldur. Tənbəl yolu isə budur ki, 4'ü yazırsınız. 4'dən sonra yerdə qalan ədədləri 1, 2, 3, 4 sıfırın əvəz edirsiniz. Yəni də 51'də D cavabını 40 mini alırsınız. Davam edək. Boş xanaya uyğun ədədi seçin. 4'də 3 dəqiqə neçə saniyədir? 1 dəqiqəni ilk öncə hesablayırıq. 1 dəqiqəmiz 60 saniyə olduğu üçün 60'ın 4'də 3 hissəsini tapırıq. 60'ı dostlar 4'ə böldüyümüz zaman alınır 15, 15'də vururuq 3'ə bərabərdir 45 saniyə. Cavab B variantı. Sonra yenə də belə deyək, çevrə dairə məsələlərinə aid bir sual. ABC bucaqlarının tərəflərinin ayırdığı rənglənmiş hissə dairənin altta bir hissəsinə bərabərdir. ABC bucağı neçə dərəcədir? Yenə də buna oxşar sual və ya bəlkə də eynisi əvvəlkilərdə monitorinqlərdə istifadə olunub. Deməli, tərəflərin ayırdığı rənglənmiş hissə dairənin altta bir hissəsidir. 360 dərəcənin altta bir hissəsidir rənglənmiş hissə. Neçə dərəcədir ABC bucağı? 360 çevrəmiz 360 dərəcə olduğu üçün 360'ın altta bir hissəsini tapırıq. O da bərabər olur 60 dərəcəyə. Cavab C variantı. Bu sualda əvvəlki illərdə deyə bilmədim. İşlənmiş suallara oxşar və ya eynisidir. Elə bilirəm, iş dəftərində də buna oxşar eyni ilə belə bir sual var. Yəni, işlənmiş sualdır, oxşar sualdır, çətin sual deyil. Burada 3 dənə A olduğu üçün 175'i vururuq 3'ə. Bu hissədə isə 2B olduğu üçün, biri 270 qram olduğu üçün 2'ni vururuq 270'ə. O da bərabərdir 175 vurulsun 3, 525 üstə gəlsin. 270 vurulsun 2, 540. Bunların da cəmi dostlar 525 ilə neçə eləyir? 1065 düzgün hesabladıqsa, siz də baxın, diqqətli olun. Bəzən olur, videolar çəkəndə insan yorulur, 5 yerinə 6 yazırsan, sonra bütöv məsəl səhv gedir, çalışırıq olmasın. Çünki real dərs izah eləmək kimi deyil, YouTube'da dərs izah eləmək. 1065'i isə kisələrin sayına bölür. Çünki kisələrin birinin çəkisi nə qədərdir? 1065'i dostlar bölürük 3'ə. O da bərabərdir 355 qrama. Deməli, 54-cü sualda doğru cavabımız olacaq D variantı. Baxırıq, deməli, 55-ci suala. Diqqətlə baxaq, görək nə soruşur. Bu suala oxşar sualda əvvəlkilərdə istifadə olunub. Yəni, dərslikdə də var buna oxşar suallar. Çətin sualdımı? Xeyr. Baxmayaraq ki, biz diaqramlara hələ çatmamışıq mövzu olaraq dərslikdə, amma əvvəlki illərdə öyrənmişik. Yəni, anlayışı var uşaqların bu haqda. Anarın cəmi 36 oyuncaq maşını var. Ümumi sayı 36'dır. Dairəvi diaqramda bu maşınların rənglərinə görə bütün maşınların hansı hissəsini təşkil etdiyi təsvir olunub. Yəni 36'nın uyğun hissələri. Anarın hər rəngdə neçə maşını var? Tutaq ki, burada ilk öncə sarı ilə başlayır. Sarı 36'nın altta bir hissəsinə uyğundur. Yəni 6 sarı maşını var. Baxın, artıq bütün variantlar getdi. 55-ci sualda. Baxırıq, 36'nın ikinci rəng göydür. 36'nın 4'də bir hissəsidir. O da bərabərdir 9. Baxın. Sonra boz rəng yenə 4'də bir hissədir. Bu da 9'a uyğundur. Sonra 12 narıncı. İndi baxaq görək. 36'nın 3'dən bir hissəsidir. O da bərabərdir dostlar. 36'nın çöbünün çox düşür. Təbii ki 12. Buraya yazmayayım. Dəqiqə. 12'nə öz daxilində yazdıq. 12. 12'də narıncı rəngli olacaq. Cavab B variantıdır. 56-cı sualda əvvəlki illərdə istifadə olunan suallar tipindədir. Eynisi də demək olar.
Davam edək. Deməli, 27 il əvvəl Ayselin 14 yaşı var idi. Baxın, keçmişdə Ayselin yaşı var. Ayselin indiki yaşı var. Bir də Ayselin gələcəkdəki yaşı var. Keçmişdə Ayselin 27 il bundan qabaq, 27 yox, üzr istəyirəm, 14 yaşı var idi. Deyir ki, indi 27 il keçibdi və Ayselin indiki yaşı yaranıb, düzdürmü? Çünki 27 il bundan əvvəl 14 yaşı var idi. Üstdən gəldik 27-nə, hal-hazırda 41 yaşı var. Deyir ki, 7 il sonra neçə yaşı olacaq? 41-in də üstündən gəlirik 7-ni, o da bərabər olur 48-ə. Gələcəkdə Ayselin 48 yaşı olacaq. Davam edək. 103-lərə qədər yuvarlaqlaşdırdıqda yaş məsələlərinə aid dərslikdə birbaşa bu şəkildə məsələlər yoxdur. Burada biraz düzdür, biz ümumi şəkildə məsələlər keçirik, izah edirik, əlavə vəsaitlərdə var. Amma biraz burada keçmiş, indiki, gələcək məsələlərində biraz şagirdlər çətinlik çəkə bilər. Sonra 103-lərə qədər yuvarlaqlaşdırdıqda 500-ə bərabər olan ən böyük və ən kiçik ədədlərin cəmi, bunu yazmamaq günahdır. Deməli, ən böyük ədəd olacaq 5, 4 yazırıq 5-in sağına. Niyə 4 yazırıq? Çünki sən bura mümkün ən böyük ədədi yazmalısan ki, yuvarlaqlaşdıranda 5-i artırmasan. Bu da ancaq 4 ola bilər. Sonra 9 yaz. Yaza bilərsən. 9-un artıq 5-ə bir təsiri yoxdur. Bu ən böyüdür. Ən kiçik yazanda bunu bir vahid kiçik götürürsən 4. Düzdürmü? Sağını neçə yaza bilərəm? 4-ün sağına ən kiçik dediyi üçün mümkün ən kiçik 5-i yazıram ki, 4-ü bir vahid artırsın 500 olsun. Ən kiçik dediyi üçün axırıncı da götürürəm 0. Və bunları toplayıram. 9, 9, 9. Cavab olur 999. Davam edirik. 318 ədədindən əvvəl gələn, bax, əvvələ diqqət edin. İlk iki ardıcıl cüt ədədin cəmi, əvvəl gələn ilk iki ardıcıl cüt ədəd olacaq 316, bir də 314. Əvvəl gəlsin. İlk iki ardıcıl cüt ədəd söhbət gedirsə, bu da olacaq 316 və 314. Cəmi ən böyük 3 rəqəmli cüt ədəddən nə qədər azdır? Ən böyük 3 rəqəmli cüt ədədimiz 998-dir uşaqlar. Bundan nə qədər azdır? Misalını qururuq və hesablayırıq. Deməli dostlar, 316-nın üzərinə əlavə edəcəyik 314-ü. O da bərabər olacaq 630-a. 998-dən çıxırıq 630-u. O da bərabər olur 368-ə. Deməli, burada cavabımız olacaq 368. Bax, cavab hissəsi. Təbii ki, bunu kodlaşdırmada da düzgün işləmək lazımdır. Sonra düzbucaqlı formasındakı bağçanın uzunluğu. Belə məsələlər keçmişikmi? Bəli, dərslikdə var. Bunun oxşar tiplər var. Ən böyük, ən kiçik məsələləri, yəni çox olur. Keçmişik, öyrənmişik. Düzbucaqlı formasındakı bağçanın uzunluğu, bağçada düzbucaqlı formasındadır. Uzunluğu 12 metrdir. Ay, 1 metr yazdım. 12 metrdir. Sahəsi deyil 96 kvadrat metrdir. Dostlar, sahəsi 96 kvadrat metrdirsə bu tərəfini bilmirik. Sən düşünürsən ki, x-i neçəyə vursa 12-yə vuranda bərabər olur 96-ya. 96 kvadrat metrə. Deməli, x neçə ola bilər? X də bərabərdir 96 bölünsün 12. Buradan da x bərabər olar neçəyə dostlar? Təbii ki 8-ə. Deməli, x bərabər 8-ə. Yəni, bunun eni 8-dir. Deyir ki, bunun tərəfləri 2 metr artırıldı. Yəni, bayaq 12 idi dostlar. İndi 2 metr artırıldı. Bərabər oldu. Bura 14-ə, burada 10-a. Düzdürmü? Artıq elə yerdə yazdım, oxunmur. Yəni, bunu da 2 artırdım. Burada oldu 10. Üstünə gəldim. 2 oldu, artıq 10. Silməyim, buradan yazdım. Elə 10. Burada fikir verməyim. Belə yazmaq doğru deyil. 10. 10 deyib 12 yazıram, bax. Deməli, buna görə deyir, yeni ərazinin perimetri nə qədər oldu? Necə hesablayırdıq? Təbii ki, bura 12 idi, üstünə 2 gəldik, 14 oldu. Bura 8 idi, üstünə 2 gəldik, 10. Perimetr bərabərdir, 14, üstə gəlinsin 10, vurulsun 2. O da bərabərdir, 24, düzdürmü? Onu da 2-yə vuranda bərabər olur 48-ə. Deməli,
Cavabımız olacaq 48. Kodlaşdırmada 48-i yazmaq lazımdır. Sonuncu sual, uşaqların əksəriyyətinin düz bilib səhv yazdığı cavab, sual 21-ci səhifədə. Deməli, nə etmişlər burada əksəriyyət uşaqlar? 40 götürmüşlər cavabı. Niyə? 82-yə vurur 160, 160-dan 120 çıxır. Deyir, müəllimə, tapdım 40, sonra da 40 götürüb yazırdılar. Və yaxud ona bölmək deyən kimi də 40 təsəvvürlərlə yaradı. Amma belə deyil axı, sənin misalın bu şəkildədir. X bölünsün 10 bərabərdir 40-dır. Sən neçəni 10-a bölsən 40 eləyər. X də bərabərdir 40 vurulsun 10-a. X də bərabərdir 400-ə. Belə. Yəni sonuncu məsələdə düzgün cavabımız olacaq 400. Belə bir video dərsimizin daha sonuna gəldik. 30 sualı izah etdik. Sizinlə birlikdə riyaziyyat suallarını başa düşməyə çalışdıq. Tənlik məsələ, tənlik, düzbucaqlı bağçanın sahəsinin tapılmasıdır. Biz bunu keçmişik. Burada məsələn 59-cu sualda bəlkə kimsə deyir ki, müəllim, axı biz keçməmişik, tərəflər 2 metr arası oldu, necə oldu? Orada artıq perimetri bilirsənsə, tapandan sonra tərəf anlayışını onu başa düşəcəksən. Yəni onun davamını gətirmək olur. Yəni bunu dərsliyə uyğunlaşdırmaq olar. Yəni şərt deyil ki, bu tipdə olsun. Amma bu asandır. Məsələn, bunun davamını uşaq gətirə bilər. Tənlik çətin deyil. Bu tipdə tənliklər biz öyrənmişik, keçmişik. Yəni belə 60 sualı bitirdik A variantında. Ümid edirəm ki, dərsimiz sizin üçün faydalı oldu. PDF əldə etmək istəsəz, linki videonun aşağısına yerləşdirəcəm. Hələlik sağ olun. Gələn dərslərdə görüşmək ümidi ilə sizinlə mən idim İncəgül müəllimə İsmailova.